Bilirsiniz, biz insanın özünü özünə tanıttırmadan Allahı ona tanıttıranda Allah yükə çevrilir. Bir də var ki, özünü tanıyasan, biləsən ki, Allaha ehtiyacın var, Allaha ehtiyaclısan, bunu başa düşəsən, sonra sana Allahı tanıttıralar. Ümumiyyətlə, biz bir şeye ehtiyacımızı başa düşmədən onu bizə versələr, bizə yük kimi qəbul olunacaq. Bizə lazımsız kimi görünəcək. Bizə əvvəl insan olaraq izah eləmək lazımdır ki, sənin buna ehtiyacın var. Bir şeye bizə ehtiyaclı olanda, onu bizə verəndə biz onu bağrımıza basa bilirik. Allahla da bağlı təbliğat belə qurulmalıdır həmişə. Amma biz insan başa düşmədən ki, Allaha ehtiyaclıdır, biz Allahdan danışırıq. Başa düşürsün. Onda belə çıxır ki, Allah sənə zor deyir. Bir Allah var sənə yer. Yox, sən içindən mütaliəyə başla. Sonra deyirsən ki, mənim sudan, havadan artıq bir varlığa ehtiyacım var, onun adı Allahdır. Onun varlığı mənim ehtiyacımın cavabıdır. O məni belə xəlq eləyib.